Salam. MİQ tipli sualın izahına baxırıq. Sualımıza keçməzdən əvvəl bu tərz videoların davamı üçün kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. 26-cı sualda deyir, şimal yarımkürəsində yerləşən A məntəqəsi üçün aşağıdakı məlumatlar mövcuddur. Günəş şüalarının maksimum və minimum düşmə bucağı arasındakı fərq 76 dərəcədir. Gecə və gündüzün, həmçinin fəsillərin adi növbələşməsi müşahidə olunur. Şimal qütb dairəsi ilə arasındakı məsafə 777 kilometrə bərabərdir. Yerin xəyali oxunun orbit müstəvisinin meylinin dəyişdiyini nəzərə alaraq A məntəqəsi ilə Bakı şəhəri arasındakı ən qısa məsafəni kilometr ilə müəyyən edin. İlk əvvəl bizim burada baxacağımız nədir? Fəsillərin adi növbələşməsi müşahidə olunursa, bu mülayim işıqlanma qurşağı adlanır. Çünki istər tropik, istərsə də qütb işıqlanma qurşağında fəsillərin adi növbələşməsi müşahidə edilmir. Baxın, mülayim işıqlanma qurşağına adi halda maksimum və minimum düşmə bucağı fərqi 47 dərəcədir. Və 47 dərəcənin yarısından, yəni 23.5-dən tropiklər keçir. İndi baxın, burada maksimum və minimum düşmə bucaqları fərqi 47 deyil, 76 dərəcədir. 76 dərəcədirsə, 76-nın yarısından, yəni 38, 76-nı bölərəm 2-yə, 38. Deməli, tropiklər keçəcək 38 şimal və 38 cənub enliklərindən. İndi burada deyir, şimal qütb dairəsi ilə arasındakı məsafə 777 kilometrə bərabərdir. Əgər tropiklər 38-dən keçirsə, 90-dan çıxıram 38-i, cavabımız olacaq 52. Deməli, qütb dairələri keçəcək 52 şimal və 52 cənub enliklərindən. Və A məntəqəsi ilə, buradan A məntəqəsini çəkim, buradan da şimal qütb dairəsi də keçir 52-dən. 52 ilə A arasında 777 kilometrdir. 777-ni mən bölsəm 111-ə, 1 dərəcəlik meridian qövsünün uzunluğuna taparam 7 dərəcə. 52 şimal enliyindən cənuba doğru 7 dərəcə gəlsəm, 45 şimal enliyinə çataram. Və sonda deyir ki, Bakı şəhəri A məntəqəsini tapdıq, 45 şimal enliyi. Və Bakı şəhəri ilə arasındakı ən qısa məsafəni müəyyən edin soruşur. Bakı yerləşir 40 şimal enliyində, aralarında 5 dərəcə fərq var. 5-i vururam 111-ə, edir 555 kilometr. Cavabımız olur C variantı.